Salam, hər vaxtınız xeyir olsun. Biz növbəti bir problemli sistemi həll etməyə gəlmişik. Eyni olaraq radiatorlardan ev sahibi istilik ala bilmir. Ona görə ki, görürsünüz özdə burada kollektor sulu çəkilibdir. Çox gözəl, hər şey aladır, amma niyə ala bilmir? Səbəbini isə mən deyim. Səbəbi budur ki, ev sahiblərinin də bəziləri deyir ki, kollektor evin içində olmasın. Evin içində olmayanda da səbəb belə olur. Usta da gətirib qoyub kombinin yanına, radiatorun birinə gənə gedir 5 metr, o birisinə isə gedir bəlkə də 25 metr uzunluğunda. Amma bu evin orta hissəsinə, mərkəzə uyğun bir yerə divarın içində yarılıb qoyulsaydı, şəbəkədə qapı olur, evdə də normal istilik olur. Bu problemi də, bu əziyyəti də ev sahibi çəkmir. İndi biz bu problemi həll edəcəyik, bacardığımız qədər. Həll etmək üçün biz bura gördüyünüz kimi Nejavekadan dəncə qabı düzəltdirmişik bu evə uyğun olaraq. Və biz 32-nin 8-ə RS pompası təyin eləmişik. Biz indi qoşulmalarımızı edək, dəyişək və videoya sona qədər baxın ki, məlumatınız olsun. Və bu kimi problemlər təki olmasın. Kimdə olarsa, yəni radiator evdə var, amma istilik ala bilmirik, ev soyuqdur. Bu kimi problemlər olarsa, səhifədəki və videodakı nömrələrimizlə əlaqə saxlaya bilərsiniz. Biz də çalışdığımız qədər çalışırıq ki, işi yoluna qoyaq, hər şey yüksək səviyyədə olsun. Biz isə keçək qoşulmamızı edək, siz izləmədə qalın. Nəticəsini isə indi görək necə olur. Artıq qurğularımızı qurduq, tamamladıq və komimizi də işə salmışıq. Test olaraq yoxlayırıq deyə maksimum dərəcəyə qoymuşuq komimizi. Və bütün radiatorlar, burada problem o idi ki, kollektor kominin yanına qoyulubdur. Evdə uzaq olan, yəni ən uzaqda olan radiatorlar qızmırdı. Biz bu qurğularla tam evi komfortlu isitdik, bütün radiatorları, hamısı normal sindi. Və indi burada mən izah edim, dəyişiklik nə oldu. Əvvəlcə bizim komimizin devrəyə nasosu opşi evi devrə edirdi və indi isə komimiz ancaq isti suyu, yəni gediş xəttini dəncə qabına ötürür və dəncə qabından sonra bizim devrəyə nasosumuz götürür və kollektora verir. Bu da o deməkdir ki, bildiyiniz kimi kombinin esenjoru çox nazik, misdən olur. O qədər su evin radiator çox olduğu üçün devr eləyib çatdıra bilmir. Ona görə də uzaqda olan radiatorlar, axırıncı toçkalar yaxşı qızmır. Və indi isə bizim bu devrəyə nasosu, belə desək loru dildə, bu bakdır, elə bilin ki, bakın kiçilmiş vəziyyətidir, balaca vəziyyəti. Və bu bakdan gür su götürür. Bizim devrəyə nasosu dəncə qabı ötürdüyü kombi ötürdüyü isti suyu 30% sayarıqsa 70% özündən götürüb, qarışdırıb, yəni belə desək gür su verir. O da bütün radiatorlara bölünüb çatır. Və sistemə verdikdə və dönüş xəttindən isə dönüşdə olan kollektorimizdən qayıdır birbaşa dəncə qabına. Və dəncə qabından komimizin dönüş xəttinə götürür və beləliklə bütün sistem tam komfortlu şəkildə devr edir, gür su çatır bütün radiatorlara. Bu da o deməkdir ki, biz əsas nəticəni əldə edirik, radiatorların hər biri normal qızır. Allah ev sahibinə xeyir versin. Qardaş, sən də bir işimizdən razı qaldın mı? İndi videoya düşmək istəmir qardaş, amma söz verib ki, mən də bir nə varsa onu deyəcəm. Yenə deyirəm, mən buna layiq deyiləmsə gördüyüm işə, mənə yalandan tərifləmə. Yəni nə varsa onu deyirəm. Çox sağ ol usta. Gördüyün işdən çox razıyam. Yəni mənim evimin üst mərtəbəyə ümumiyyətcə demək olar ki, hissi getmirdi. Elə dağlar qədər fərq var. Sən özün gördüyün işə arxeyin, gördüyün işə cavabdeh bir ustasan. Sənin işinə də biz etibar edirik. Çox sağ ol, əllərinə sağlıq. Allah can sağlıq versin. Sağ ol qardaş. Allah xeyir versin. Sağlıqla işlədəsiniz.
Əzizlər, burada yekunlaşaq. Allah təki belə problemlər olmasın. Hər bir ocaq evlər isti olsun. Yəni belə problemlər olarsa, videodakı və səhifədəki nömrələr ilə əlaqə saxlaya bilərsiniz. Biz də bacardığımız qədər gəlib problemi həll edərik. Bu qədər, Allah amanda qalın. Hər şey yüksək səviyyədə. Baxın, belə. Dəncə qabının bir şey də vurğulayım ki, bu alt krandı filtr rol oynayır. Çöküntülər ora çökür. Ayda bir dəfə biraz açıb onun çöküntüsünü boşaltmaq lazımdır. Komimizdə artıq 71 dərəcəni yığıbdır. Hər şey çox yüksək səviyyədədir. Allah xeyir versin.